Burada əvvəla biraz əvvəlki sualınızdakı zaman təsadüf müdür sualına da ya cavabsız qoymayalım, onu da cavablayayım. Zaman təsadüfü deyil, çünki bu həbslərin həyata keçirilməsinin zamanı ilə bağlı Ermənistanda daxili siyasətdə seçki kampaniya prosesinə girilibdir. Dolayısıyla Paşinyan seçki prosesində öz rəqiblərini bütün mümkün vasitələrlə sıradan çıxartmağa çalışır. Bu prosesin daxili siyasətin əlaqəsi var. Bu prosesin bir başqa istiqaməti Paşinyan Azərbaycanla və Türkiyə ilə münasibətlərdə yeni açılımlar məncə etmə niyyətindədir. Paşinyanın Türkiyə səfərini də bu çərçivədə yozmaq olar. Dolayısıyla bu açılımları etmədən öncə siyasi rəqiblərini, onu küncə sıxışdırmağa çalışan qrupları əngəlləməyə çalışır. Bu qruplar sadəcə həbs olunanlar deyil, eyni zamanda həbs olunacaqlar və ya saf diş ediləcəklərdir. Bunlardan biri də kilsədir. Vaxtımız qalarsa o mövzu üzərində durarıq. O ki qaldı Rusiyanın bu prosesdə roluna. Baxın, devlətlər, heç bir devlət başqa bir devlətin içərisində həyata keçirəcəyi hər hansı bir çevriliş prosesini heç bir zaman açıq şəkildə üstlənməz. Hələ uğurlu olub olmadığı bəlli deyil ki. Şübhəsiz ki, mənim qənaətimcə Rusiyanın içərisində müəyyən dairələr Kremlinə Paşinyanın hakimiyyətdən götürülməsi istiqamətində müxtəlif variantlar təqdim ediblər. Bu variantlarından birinin də Ermənistan siyasətində o qədər də yad olmayan, sıx-sıx qarşılaşdığımız çevriliş variantı olduğunu istisna etmirəm mən açıqcası. Amma Kremlinin bütün stavkanı, bütün prosesləri, bütün məqsədini və ya bütün planlarını bu cür çevriliş üzərinə quracağını zənn eləmirəm. Müxtəlif qrupların hələ siz edin, baxarıq deyə yanaşdığını, yəni xüsusi olaraq təşviq etmədiklərini, amma olursa da yox deməyəcəklərini düşünürəm. Olsa sevinəcəklərindən əminəm bu çərçivə içərisində. Ancaq o ki qaldı Peskovun açıqlamalarına, Kiryonkovun açıqlamalarına, onların kəsinliklə bunu Ermənistanın daxili iş olduğunu söyləmələri yetərincə normaldır. Çünki heç bir ölkə başqa bir ölkədəki çevrilişi hələ üstü açılmış bir çevriliş cəhdini üstlənməz ya da o prosesə müdaxil olmaq istəməz. Ən yaxşı halda Peskovun dediyi açıqlamanı eləyəcək ki, biz o Ermənistanın daxili işlərinə qarışmırıq bu fonda. Amma onu da deyim ki, Ermənistanda uzun sürədir Rusiyanın seçkilər ərəfəsi və seçkilər sırasında Paşinyana qarşı müxtəlif qrupları bir araya gətirilməyə çalışdığı, bu istiqamətdə öz xüsusi uyğun bir namizəd seçib onu dəstəkləmək istiqamətində cəhdlərinin olduğu uzun müddətli tirajlanırdı. Bununla bağlı hakimiyyət mətbuatında tez-tez açıqlamalar verirdilər. Rusiyanın müxtəlif dairələrin, açıqca Paşinyandan nifrət edən dairələrin bu prosesdə barmağının ola biləcəyini istisna etmirəm. Ancaq Rusiyanın tək planının bu olduğunu düşünmürəm. Uğurlu olsaydı ehtiyatlı bir dəstəkləmə və ya bir pozitiv açıqlama olardı. Uğursuz olanda uzanın heç bir zaman dostu olmur. Dolayısıyla bu prosesi qətiyyətinə sahiblənməyəcəklərini, rədd edəcəklərini, hətta Paşinyanla münasibətləri yaxşılaşdırmaq istiqamətində mesajlar verə biləcəyini düşünürəm Rusiyanın.